İctimai yoxlama verişinin növbəti buraxılışı efirdədir. Biz hazırda 8-ci kilometr bazarındayıq. Bura gəlmək məqsədimiz isə süni şam ağaclarının, yəni yolkalarının qiymətləri barəsində məlumat almaqdır. Eyni zamanda bir yolkaya nə qədər bəzək sərf olunur, bunlara nə qədər məbləğ sərf olunur, bu haqda məlumat toplamaqdır. Görək qiymətlər necədir? Yolkanın satışına nəzərət aldıqda isə burada iki əsas model fərqlənir. Məsələn, bunun qiyməti 220 manatdır, digərinin qiyməti isə 120 manatdır. Fərqləri yalnız modellərindədir, ölçülər eynidir, hər ikisi 2 metr 10 santimetrdir. Lakin modellərində fərq olduğuna görə qiymət arasında 100 manat fərq müşahidə olunur. Qiymətlər aralığı belə deyək ki, iqluşkanın böyüklüyünə, balacalığına baxanda dəyişir. Məsələn, böyük iqluşkalarımızda biri 1 manata, biraz balacaları var, biri 50 qəpiyə düşür. Belə paketlə 20 dənəlidir, 20 manata. Bu yol qaçarları nəzərdə tutursa? Bəli, bunlar 20 manatdır məsələn. 20 dənə olur içində 20 manat, biri 1 manata düşür. Belələri var, məsələn 50 qəpiyə düşür biri. Belə 15 manata düşür bir paçkası. Ən ucuzu neçədir? Ən ucuzu belə 1 manata paçka 6 dənə olur paçkada, 1 manata satırıq. Paçkada birinci 6 dənə olur bayraq, Azərbaycan bayrağı. 1 manat satırıq. Bunları məsələn satırıq 1.50-yə, ondan sonrakıları. Ondan sonrakıları satırıq 3 manata. Ən ucuz qiymətlər 1 manat. Zərlərimiz var 50 qəpiyə, 1 manata, 1.50-yə, 2-yə. Məsələn 2 manatlıq göstərə bilərsiniz mənə? Göstərim. 2 manatlıq bax 3 dənə zərdir. Ağdır, yaşıldır, bir də qarlıdır. Bir də əsas modda olan bantiklərdir, bax belə bantiklərdir istifadə olunur. Qızılı, qırmızı bantiklər istifadə olunur belə. Onların qiyməti neçədir məsələn? Bunun qiyməti 25 manat. Bantik. İşıqlar? İşıqlar 3 manata var, 5 manata var. Belə böyük işıqlar var 20 manat, 25 manat sim işıqlar. Əsasən bir yerə satılan 5 manatlıqdır. 2 metrlik bir yolkanın bəzədilməsinə görə ortalama bütün bu dediklərimi hər birini orta hesabına götürsə, ən orta ölçüsünü götürsə nə qədər pul lazımdır? 2-10 yolkanın bəzədilməsi üçün bir qutu şarik lazımdır, 20 manat. 5 dənə bantik vurmalıdır, məsələn balacadan vursa, biri 2 manatdan 10 manat da oluyor. 30 manat. Bir dənə işıq, belə normalını götürəndə 5 manat, 35 manat. Başqa bir də zərzat vursalar 40 manat, belə deyək. Yolkalar, 2-10 yolkanı satırıq, bunu satırıq 732 modeldir, satırıq 170 manat. 770? 732 modeldir bu. 720 modeli var, məsələn satırıq 150 manata. Yox, bunun qiyməti neçədir? 700 mü? Bunun qiyməti 170 manatdır. 170 manat. Bəs ən minimal yolka? Ən minimal yolka 5 manatdır. 5 manat. Bəli, satışı 5 manat. Hündürlüyü nə qədərdir? Onun hündürlüyü 60 sm. Normalde bir məhsulu alanda deyirlər 14 gün ərzində qaytarıla bilər də. Bəli. Elə bir şey ola bilərmi ki, bir insan gəlib 25 dekabrda yolkanı götürsün və 5 yanvarda qaytarsın ki, mən bunu istiyorum? Valla elə bir şey olmuyor, başımıza gəlməyib. Yəni o olsa da o insanda nəsə var da. Yox, sizin başınıza elə bir şey gəlsə, sizə qaytarsa, siz onu geri götürəcəksiniz. Məcburlaraq, məsələn, məcbur geri götürərik, amma qanuna görə geri götürəcəksiniz. bəli, məcbur geri götürərik, bəli. Başqa əlac var. Biz nə eləyə bilərik, ağa bala? Bir yolkanın qiyməti ortalama necə dəyişir? 1.50, 2 metr olan. Məsəl üçün 1.20'lik var, 20 manata var. Tək özü bəzəksiz. Bəzəklə bir yerdə hesablayanda bir 40 manat tutur, 45 manat. İqruşkalardakı bunlardır. İçərisində sayıları var, hamısı 8 dənə var, 12 dənə var. Bunlar bir yerdə cəm halında satılır. 5 manata, 3 manata, 2 manata. Bir də işıqlarımızdır belə. Onların qiymətləri necədir? Bunlar 3 manatadır, 4 manata, 3.50'yə. Razı-razı bir də qiymətlərdir. Ən bahalıdan götürək. Oyuncaqlar və bəzəkləri vursaq, ortalama 2 metrlik bir yolkaya nə qədər pulu geçəcək? 2 metrlik yolkaya təxminən 90 manat, 100 manat baxır. 2 metr 10 santlıq yolka. O civarında gedir. 100 manat, 90 manat arasında dəyişir qiymətləri.